partiyasının qəbul olunmuş variantına baxacağıq. Deməli, biz burada Şotland partiyası ümumiyyətcə təllərdən ibarətdir. Çox tələ var Şotland partiyasında. Deməli, biz burada anidən başlayırıq hücuma keçməyə. Hücuma keçmək üçün də biz burada atdan istifadə edib at G5 oynayırıq. Deməli, F7-dəki piyada artıq təzyiq göstəririk. Burada deməli, gözə çarpmayan qaraların göstərdiyi bir səhv gediş var. O da H6-dır. Elə hər şey bundan sonra başlayır. H6 gediş nəyə görə eləyirlər? Çünki ağların, yəni bizim atımız G5-də qaralara bir qədər mane olur. Yəni F7-dəki piyadaya hücum edir. Biz, misal üçün, qaralar belə oynasa, biz burada vəzirlə hardasa hücum eləməyə başlayırıq, hardasa mat qoymağa və yaxud həmçinin fillə də çıxa bilərik. Yəni burada qaralara bir qədər mane olmağa başlayırıq. Ona görə bu atımızı G5-dən qaralar dərhal uzaqlaşdırmağa çalışırlar. Biz isə burada Şotland partiyasına atımızı F7-də qurban veririk. Deməli, şah E8 gedişi əslində burada qaraları məğlubiyyətə aparır. Deməli, burada 6 gedişlik mat olur. Biz burada deməli vəzirimizi H5-ə çıxardırıq. H5-dən bir dənə xana qalır. E7-yə qaralar gedir. Qara şah E7-yə gedir. Ondan sonra biz deməli burada vəzirlə F7-dən şah veririk. Yenə qaraların bir xanası olur. O da D6. Biz isə burada artıq filimizi də qoşuruq. İkinci filimizi də qoşuruq. Fil F4 oynayırıq. Ondan sonra qara şah